Əslində mən oxuyanda sual orada biraz başqa idi. İlk toyum bu arada 150 manat idi. İstəyirəm ki, bir qanun olsun və o qanunda yazılsın ki, fotoqrafiyaya süni intellekt tətbiq eləmək olmaz. Salam. Sağ olun. Elbəy Sadıqlı kimdir? Mənəm. Siz kimsiniz? Elbəy Sadıqlı, fotoqraf, rejissor, hərdən prodüser. Bu qədər məncə. Çox getsə yəni orada çox şey var. Sizə görə yaxşı fotoqraf olmaq üçün istedad daha vacibdir, yoxsa zəhmət? Məncə hər ikisi. Yəni istedad olsa belə, sən onun üzərində işləməsən, o inkişaf eləməyəcək. Hamımızı indi çox narahat edən bir məsələ var. Instagram şəkillərindən gözəl gördüyümüz qadınlar və bəylər real həyatda kafeyə girəndə tanımırıq onları. O haqqda nə deyə bilərsiniz? Bu haqqda belə bir şey deyə bilərəm ki, sadəcə yəni Instagramda gördüyümüz o adi çəkilmiş şəkil deyil. Hamısının üzərində nəsə bir edit olunub, nəsə bir Photoshop var, hansısa bir FaceApp var. Ona görə biz onları tanımırıq. Yəni kamera həqiqəti çəkir, yoxsa yalan uydurur? Kamera həqiqəti çəkir. Yalan uyduran bizik. Yalan uyduransa onu montaj eləyəndə. Poz vermək sizcə saxtakarlıqdır? Niyə biz kameranı görən kimi dərhal şəxsiyyətimiz dəyişir, duruşumuz dəyişir, biraz başqa cür görsənmək istəyirik? Belə deyim, başqa cür görsənmək istəmirik. Biz özümüzü güzgüdə necə görürük, elə görsənmək istəyirik. Poz vermək məsələsi isə mən misal üçün öz praktikamda, öz işimdə, misal üçün də bəylər və xanımları çəkəndə elə bir poz deyirəm onlara ki, onlar maksimal yəni rahat olsunlar. Yəni adi vaxtda necə dururlar, elə bir poz deyirəm. Yəni istəmirəm ki, bunlara uyğun olmayan bir şeydə, yəni bir pozda dursunlar. Yəni şəkili çəkəndə baxanda deməsinlər ki, Elbəy deyib mən bu pozda durmuşam. Yox, yəni özün olmalısan. Sizi daha çox toy çəkilişlərindən tanıyırıq. Bəs obyektivdən gələcəyi görürsünüz. Məsələn, elə bir toyunuz olub ki, onlara baxıb 6 ay sonra boşanacaqlar demisiniz və həvəssiz çəkmisiniz. Həvəssiz çəkməmişəm. Yəni hər bir işimə həvəslə yanaşıram çünki öz işimi çox sevirəm. Da yox, amma 1 il, 2 il dediyim olub və Proqnozlarınız düz çıxıb? Bəli. Toyun büdcəsi və çəkilişin pafosu ilə sevginin ömrü düz yoxsa tərs mütənasibdir? Heç bir mütənasib yoxdur orada. Yəni elə toylar var ki, həqiqətən sevirlər və çox pafoslu toy keçir və hər şey yaxşı olur. Amma elə toylar da var ki, belə gizli, nə bilim, low cost büdcə ilə keçir. Amma yenə də bir 6 aydan sonra ayrılırlar. Fotoqraf kimdir? Siz fotoqrafsınızsa, bizim toylarda şəkil çəkən daydaylar kimdir? Onlar fotoqrafdırsa, siz kimsiniz? Onlar da fotoqrafdır. Sadəcə onlar belə deyim, müəyyən standartlardan kənara çıxa bilmirlər və çıxmaq da olmaz əslində. Ona görə onlar da fotoqrafdır, amma müəyyən çərçivələrin içərisində. Müasir və dəbdəbəli toylarda bir qədər Christopher Nolan effekti görünür. Qaranlıq tonlarda yüksək production büdcəsi, köhnə rəngbərəng toy kasetləri, gülməli photoshoplu şəkillər artıq yoxdur. Evlilik hadisəsi qara günə çevrilib, yoxsa estetik algımız dəyişib? Məncə qara günə çevrilməyib. Estetika dəyişib. Necə dəyişib? Hər kəs üçün bu premium, luxury, yəni bu tərzdə olan toylar həmişə daha tünd, daha belə kontrastlı, yəni vizual olaraq hər şey biraz kontrastlı görsənməlidir. Ona görə də ona uyğun yəni toylar da planlaşdırır, dekor da, işıq da və nəticədə şəkil və video da o tərzdə olur. Söhbətimizin lap əvvəlində rejissor olduğunuzu vurğuladınız. Bir klip çəkəndə kimin sözü keçir? Rejissor yoxsa müğənni? Əlbəttə ki, ilk öncə, yəni bizdə olan deyirəm, təəssüf ki, xariclə çox da işləməmişik deyə bilmərəm. Bizdə əsasən müğənni gəlir, deyir ki, belə bir mahnım var. Təxmini belə bir şey görürəm və bunu canlandır. Və klip çəkilişi baş tutanda bir çox, yəni dəyişikliklərə məruz qalır. Axı nəticədə yaxşı olanda deyirlər ki, mənim ideyamdır. Pis olanda deyirlər ki, rejissor belə çəkib. Və sizcə niyə bütün kliplər bir-birinə oxşayır? Hansısa biri partladır, hamı deyir ki, mən də belə istəyirəm. Sizi bir çox bloger çəkilişlərində görə bilirik. Blogerlərlə işləmək nə qədər çətindir? Əslində çətin deyil. Əksinə onlarla işləmək daha rahatdır. Çünki birinci növbədə öz təklərini bilirlər. Hərəsinin öz tərzi var. Sən bilirsən ki, hansı tərzə uyğun nə iş görməlisən. Və yəni deyim ki, bizim blogerlər müğənnilər qədər kaprizli deyillər. Onunla bir daha heç vaxt işləmərəm dediyiniz bloger olubmu? Xeyr.
Bəs onunla hər zaman işləməyə hazıram dediyiniz. Bu halda ad çəkə bilərsiniz deyə düşünürəm. Ad çəkməsəm olar. Onunla işləməkdən zövq aldığınız müğənni, bloger, məşhur, tanınmış bir adam. Yəni onunla hər zaman işləməyə hazıram dediyiniz biri. Aygün xanım Kazımova. Onunla işləmək çox zövq vericidir. Biraz çətin olsa da, yəni bu iş tərəfdəndir. Amma çox belə enerjili çıxırsan çəkilişdən. Digər çəkilişlər var ki, oradan çıxırsa, yəni tam solmuş, gücü yox, hal yox. Amma Aygün xanımın çəkilişdən sonra belə bol enerjili ayrılırsan. İndi hamı sinematik video çəkir. Əgər mən küçədə adi bir dönər yeyən adamı 4K formatında çox yavaş çəksəm, rənglərini tündləşdirib arxaya da epik Hans Zimmer musiqisini qoysam, bu sənət əsəri sayılarmı? Əslində sənət əsəri sayılan bir şəkil və yaxud video nə zaman sənət əsəri sayılır, nə vaxt ki onun içində bir məna var. Əgər prosta dönər yeyən adam sadə, yəni sıradan birini götürüb o siz dediyiniz kimi montaj eləsək, bu sənət əsəri sayılmır. Amma əgər biz bunun içinə bir məna salsaq, misal üçün improvizasiya edirəm bu dəqiqə, hər hansı bir küçədə yaşayan bir adam digərinə öz son pulunu verib və buna dönər alıb verirsə və bunu siz dediyiniz montajını eləsək, bu hardasa bir sənət əsəri kimi demək olar buna. Çünki bu müəyyən məna daşıyır, müəyyən kütləyə təsir olacaq və bunu yenə də deyirəm, baxır necə çəkməyindən də asılıdır. Yəni mənadan da. Öz işlərinizdən sənət əsəri adlandırdığınız bir şəkil və ya video varmı? Məndə özümə qarşı kritika çox böyükdür deyə mən hələ bunu deyə bilmirəm. Məncə mənim şəkillərim. Düzdür. Instagram və TikTok dövründə insanların diqqət müddəti 3 saniyəyə düşüb. Siz bir videoqraf və rejissor olaraq sənət etmək istəyirsiniz, yoxsa məcburən ilk 3 saniyədə izləyicinin beyninə şok verəcək vizual fəndlər uydurursunuz? Mən onu şəxsən öz istəyimlə olanda eləmirəm. Əgər bir müəyyən marketinq planımız varsa, o zaman bəli, məcbur bu ilk 3 saniyəni nəsə izləyici bir şok verən bir kadr göstərək. Amma çox da istifadə eləmirəm, amma məsləhət görürəm, lazımdır. Yəni əgər istəyirsiniz ki, sənin səsin bütün dünyaya çatsın, yəni bu vəsitələrdən istifadə eləmək olar. İnsanların çoxu kameradan utanır. Siz insanı kamera qarşısında necə rahatlaşdırırsınız? Bu dəqiqə istəyirəm ki, özüm kimi birisi orada dursun, məni rahatlaşdırsın. Birinci növbədə həmin insanla, yəni çəkilişdən öncə bir saat, heç olmasa yarım saat söhbətimiz olur. Yəni nəsə belə psixoloji suallar da vermirəm. Sadəcə bir dost ünsiyyəti olur və bu çəkiliş zamanı həqiqətən çox böyük kömək olur. Nəyə görə? Yəni sanki bir dostu bunun şəklini və yaxud videosunu çəkir. Yəni bunda bir ajotaj yaratmırsan ki, artıq belə deyim, hay-küy salmırsan, yəni insan rahat olsun ki, bir doğma insan çəkir elə bil mən. Ona görə misal üçün bu dəqiqədən rahatam. Bəli. Çəkilişdən öncə söhbət etdiyinizi deyirsiniz. Bəs sizcə fotoqraf insanın xarakterini çəkə bilərmi? Bəli. Birinci növbədə onu çəkirik. Özünü necə görür qıraqdan və öz daxili hisslərini yəni çatdırmalısan kameraya. Yəni bir foto ilə insan hekayəsini danışa bilərik deyirsiniz. Bəli, mümkündür. 100% mümkündür. Sizə görə ən güclü foto hansı emosiyanı ötürməlidir? Sırf bir emosiya deyə bilmərəm, onu cəmləndirib insanın üzündə gülüş olsa belə onun kədərini göstərməyə bacarmaq. İnsanlar elə bilir ki, gedib bahalı bir kamera və obyektiv alsalar, onları da elbəy kimi çəkəcəklər. Obyektivdən baxanda sizin beyniniz və gözünüz işığı, kompozisiyanı sıravi insandan fərqli olaraq necə emal edir? Ya bahalı kamera pis fotoqrafı xilas edə bilər ya yox? Bahalı kamera əslində pis fotoqrafı xilas edə bilər. Nəyə görə? Əksəriyyəti avtobalansdır, yəni ağın balansı, avtofokusu var, avtoekspozisiya var. Yəni professional fotoqrafın o bir manual düzəltdiyini hazırda qurur. Amma ki, yenə dediyim kimi o kadra, yəni sən bu ruh, yəni ruhunu ötürmürsən. Yəni onu necə deyim, daha düzgün izah edeyim. Biri var şəkil xətrinə şəkil, biri var isə dediyimiz sənət əsəri. O sənət əsərini o içindəki mənanı qatan bu fotoqrafın düşüncəsidir. Bu gördüyü kadrdır. Necə emal edilir? İlk növbədə misal üçün hər hansı bir kadrı görəndə 100% beynində ondan öncə gördüyün beynində qalan hansıdır filmdən, klipdən, hansı prosta şəkil, yəni ilk növbədə o ağlına gəlir. Və sən o gördüyün, yəni yadına saldığın kadrı plus-minus öz imzanla təkrarlamaq istəyirsən. Yəni amma dəqiq yadında deyil, bəlkə hansı kinodandır, hansı fraqmentdən görmüsən. Yəni də burada daha çox mən təzə fotoqrafiyaya başlayanda bir dostum var idi. Məsləhət görmüşdü ki, əgər öz işini daha çox inkişaf etdirmək istəyirsənsə, sən gündə minimum
5000 şəklə baxmalısan. Yəni təcrübə. Təcrübə də demək olar. Amma göz təcrübəsi. Elə bu mövzuya toxunmuşkən, gəlin sizin fəaliyyətin ən əvvəlindən qayıdaq. Siz fəaliyyətə başladığınızda əslində fotoqrafiya Azərbaycanda çox da tanınmış, çox məşhur bir fəaliyyət sayılmırdı və insanlar əslində oradan pul qazanmayacaq deyirdilər deyə əminəm. Elə mən də ilk 2-3 il qazanmırdım. Amma siz illərlə heç fikrinizi dəyişmədən, yolunuzu dəyişmədən bir sadıqlı olmaq üçün əziyyət çəkmisiniz. Hal-hazırda əlinizdə başqa bir fürsət olsa, başqa peşəni seçərdiniz? Xeyr, Yəni gördüyünüz işi sevirsiniz. əlbəttə. Belə əsas ixtisasım silah və silah sistemlərinin istehsal texnologiyası, silah mühəndisiyəm. Amma belə deyim, fizika, matematika, bu cür elmlərlə aram çox yaxşı idi, amma özüm daha çox humanitara üstünlük verdim. Çünki uşaqlıqdan da demişdim ki, mamaya, yəni böyüyəndə yaradıcı olmaq istəyirəm. Yaradıcı, yəni elm sahəsində bir tворитель, не знаю. Və belə deyim, universitetə qəbul olandan sonra gördüm ki, yəni mən nə işdən zövq alıb və ondan da hələ pul da əldə edə bilərəm. Nə yalan deyim, yəni ac rəssam çox yaşamır. Buna görə də elə bir işim olmalı idi ki, hansından həm zövq alacağam, həm də belə deyim, ailəmi dolandıra biləcəm. Əslində ilk 2-3 ili sadəcə özlərimdə işləyirdim. Fashion, portret, street style, yəni nələrdən zövq alırdım, yəni onu çəkirdim. Sonra isə başa düşdüm ki, yox, artıq 3-cü kursdayam və nəsə əldə etmək lazımdır. Müəyyən ailə problemləri olurdu orada, yəni maddi cəhətdən sıxıntılar yaşadım deyə belə deyim, ilk öncə məcbur, halbuki deyirdim ki, heç vaxt toy çəkməyəcəm. Məcbur toy sferasına başladım. İlk 3 dənə para tapdım, cütlük, 4 cütlük. Və hərəsi bir tərzdə görünüşü var idi. Kimsə daha çox Avropa idi, kimsə sarışın, kimsə qaraşın və bu 4 love story sayəsində başladım toy çəkilişlər eləməyə. İlk toyum bu arada 150 manat idi. Neçənci ildə olub bu? O 2015. 10 ilə qiymətləriniz çox dəyişib. 11 ilə. Sizi artıq Bit qrupun bir parçası olaraq görürük. Sibrizdə çox böyük işlər gördüyünüzdə səhifənizdə müşahidə edə bilirik. Bu haqqda nə demək istərdiniz? Artıq Bit qrupun bir parçası deyiləm. 2019-dan bəri daha çox Sibrizin bir parçasıyam. Sibriz haqqında deyə bilərəm ki, çox böyük, çox maraqlı bir layihədir. Yəni ölkədə bu cür layihə olmayıb, məncə də olmayacaq da. Sıfırdan dəniz kənarında o cür şəhərcilik, o cür maraqlı infrastruktur, o cür layihələr, yəni ölkədə bir nömrə olub və qalacaq. Sizcə insanlar indi şəkil çəkdirmək üçün yaşayır, yoxsa xatirə yaratmaq üçün? Gözəl və ağır sualdır. Məncə bu müəyyən bir hissələrə bölünür. Yəni yoxdur ki, sırf biridir. Bunu deyə bilərəm ki, sırf 10% xatirə üçün eləyir. Yarısı bunu çəkib kiməsə göstərmək üçün ki, mən falan yerdə olmuşam. Qalanı isə sadəcə özü üçün. Əvvəl hamımızın evində fotoalbomlar var idi. Hamımız uşaqlığımızı o albomlardan yenə də baxıb, izləyib, kədərlənib, nostaljik hisslər yaşaya bilər. Gələcəkdə uşaqlar onu necə yaşayacaq? Heç nə, eyni hissləri elə digital şəkildən də almaq olar. Yəni əlbəttə ki, şəklə ruh qatan onun çap olunmasıdır. Amma sənə bunun momenti lazımdır, yoxsa? Amma sizcə indi insanlar o anı əslində yaşamır. Sadəcə Instagramda paylaşmaq üçün o şəkilləri çəkdirmirmi? Əlbəttə. Dediyim kimi elə 50-60% sırf onun üçündür. Kiməsə göstərsən ki, mən burada olmuşam. Əgər sən o şəkili paylaşmamısansa, deməli sən orada olmamısan. Ölkənin ən böyük layihəsi olan Sibrizdə çalışırsınız. Bir çox sosietik insanları görürsünüz orada. Sizcə onlar da özlərini göstərmək üçün çəkdirir o şəkilləri? Əlbəttə ki, mən Sibrizdə olmuşam. Hər kəs istəyir Sibrizdə olsun. Həqiqətən fotogenik insan deyə bir şey varmı? Yoxsa bu sadəcə işığı düzgün qura bilmək, bahalı kamera almaq və düzgün rakursu görmək kimi faktorlardan asılıdır? Əslində fotogenik insan deyilən bir şey yoxdur. Sadəcə dediyiniz kimi düzgün işıq qurub, düzgün vaxtda, düzgün emosiya ilə, düzgün linza ilə çəksən, yəni bu insan fotogenikdir. Bəli, elə insanlar var ki, görünüş baxımından hazırdılar, yəni hansı rakursdan çəksən də qəşəng qalır. Amma o demək deyil ki, kimsə fotogenik deyil, kimsə fotogenik. Amma kimsə məndən razı olmaya bilər. Mən niyə güzgüdə özümə baxanda Brad Pitt kimi görünürəm, amma kamera qarşısında Shrek-ə oxşuyuram? Çünki düzgün insan çəkmir. Düzgün insan çəkmir. Hər ikisi sizsiniz. Hər ikisi bizik. Biri sizin öz baxışınızda özünüzə, biriniz də xaricdən kimsə görməkdir.
Yəni güzgü yalan danışır, nə də kamera. Bunun güzgüdən də asılıdır. Elə güzgü var ki, adamı sıxır, elə güzgü var ki, dartır. Sizə bir sual vermək istəyirəm. Əgər öz həyatınızın sənədli filmini və fotosessiyanı etsəydiniz, oradakı səhvləri, qüsurları və kadr arxası ağrıları saxlayardınız, yoxsa onları da color grade edib hər kəsə mükəmməl bir elbə göstərərdiniz? Əlbəttə ki, saxlayardım. Çünki onlar hamısının sayəsində mənəm. Yəni onlar olmasaydı bu dəqiqə burada oturmazdım. Bu dəqiqə burada oturmağınıza səbəb olaraq nəyi göstərə bilərsiniz? Sizi böyüdən ən yadda qalan səhviniz hansı olub? Bütün səhvlərim yadımdadır. Təəssüf ki. Belə deyim, uşaqlıqda yaşadıklarımdır. Yəni onları əslində kamera qarşısında deyə bilmərəm. Çünki müəyyən ağılsızlıqlar deməzdim, amma hardasa var. Həyatda öz rolumu, öz istəyimi və nələrə bacarıram deyə axtarmağımdan irəli gələn bir şeylər olub. Halbuki yəni bunları axtardığım müddətdə səhvlər eləyirsən. Bir çox səhv eləmişəm, nə yalan deyim, səhvsiz insan yoxdur. Amma yenə dediyim kimi onlar məni mən eləyiblər. Bəs fotoqraf olaraq fəaliyyətinizdə ən böyük səhviniz hansı olub? Fotoqraf olaraq ən böyük səhvim. Yəni bu gün bir çox gənc əlinə fotoaparat və ya telefon alır. Mən fotoqraf, reels maker, video maker olacağam deyir. O səhvi etməsinlər deyə soruşuruq sizdən bunu. Ən böyük səhv bu yolda o ola bilər ki, vaxtını boş-boş və səmərəsiz xərclədiyin müddət. Yəni o ən böyük səhvdir. Yəni bütün fikrini, bütün vaxtını işə sərf etməlisən. İşə deyəndə yəni öz üzərində işləməyə. Məndə səhvlər olub ki, əvvəldə belə deyim, biraz tanınmağa başladım, biraz pul gəlməyə başladı. Düzgün insanlara, düzgün yerlərə vaxtımı sərf eləmədim. Yəni vaxtımı yenə düzgün sərf eləsəydim, bu dəqiqə tam başqa bir şeylər də ola bilərdi. Yəni gənc fotoqraflara məsləhətiniz olar ki, daima öz üzərinizdə işləyin. Əlbəttə, daim özlərində işləyin və yenə də çox önəmli bir momentdir ki, texnikadan işin 30-40% asılıdır. Qalan 60% insan özündən asılıdır. Çox göz önündə olan insanlarla işləyirsiniz. Bəs onların sizdən ən qəribə və gözlənilməz istəyi nə olub? Gözlənilməz istəyi. Yəni çox qəribə bir şey istəyib məsələn bir müştəri sizdən. Misal olaraq nəyə çəkə bilərsiniz? Təəssüf ki, məndə bütün insanlar adekvatdır. Təəssüf ki. Və onlar nəsə belə qeyri-etik, qeyri-standart, nə ki, məni belə sarsılda bilər deyə bir istəkləri olmayıb, təəssüf ki. Təəssüf ki. Belə istəklərə açığam. Maraqlı. Əgər həyatınızı tək bir foto ilə ifadə etməli olsaydınız, o foto necə olardı? O bir portret olardı. Onu bir portret kimi görürəm. Bu Times jurnalının coverında olan portretlər tərzində bir şey. Sizə görə ən çətin çəkiliş hansıdır? Toy, portret yoxsa street fotolar? Çətin toy. Nəyə görə? Çünki birincisi hər dəfə fərqli insanlar, hər dəfə həmin günü, yəni toy günü dəhşət bir stres yaşayan insanların yanındasan. Yəni həyatında ilk dəfə olur, həyatında belə deyim, önəmli bir moment olur və bu zaman insanlar çox stressli olurlar, hərdən emosiyalar çox kənara çıxır və sən bu moment, yəni fotoqrafdan əlavə bir psixoloq deməzdim, bir dost olmalısan yanında, yəni və hər dəfə yeni insanlarla belə deyim də məcbur bəzən müəyyən bir maska taxır. Yəni bu danılmaz bir faktdır. Çünki elə moment olur ki, sən bu dəqiqə sən öz problemini oradan aşıb daşır. Sən bu dəqiqə fikrin tam başqa yerdədir, amma sən özünü toparlayıb bu obraza girib, yəni bu gün mən bu insanlarla, bunların dostuyam və bunlara bu gün özəl və gözəl şəkillər təhvil verməliyəm, şəkil və video. Təcrübənizdə elə cütlüklər var ki, onlarla toydan sonra dost qalmısınız? Əlbəttə, əksəriyyətindən. Çünki yenə dediyim kimi elə hamısının dost kimi oluram toy günü və elə də qalıram. Gələcəkdə fotoqrafiya sahəsində nələri görmək istəyirsiniz? Toylardan başqa bir səviyyəyə daşısaq onu. İstəyirəm ki, bir qanun olsun və o qanunda yazılsın ki, fotoqrafiyaya süni intellekt tətbiq eləmək olmaz. Yəni sizin hal-hazırda ən böyük rəqibiniz başqa fotoqrafları yox, telefonlar və süni intellektdir. Bəli. Onlar bir gün çox inkişaf eləyəcəklər və fotoqrafın edə biləcəyini eləyə biləcəklər. Amma müəyyən hisslər var, müəyyən kadrlar var ki, hansıları məncə süni intellekt nə qədər eləsən, iminəsənin necə olduğunu göstərə bilməyəcək. Yəni foto ilə bir hekayəni tam izah etmək mümkündür sizcə? Bir hekayəni, bir kadrla. Bir hekayəni, bir kadrla. Bəli, mümkündür. Kompozisiyadan asılıdır. Məsələn, bir misal çəkə bilərsiniz. Niyəsə bu dəqiqə ağlıma kadr gəldi. O 2-ci Dünya müharibəsi bitəndə ABŞ-da gəmiçi ilə bir qızın kadrı. Nəsə imin o kadrı yadıma gəldi. Məsəl üçün bir kadrdır, amma bütün müharibənin hekayəsini demək olar ki, özündə cəmləndirir.
Sizcə gələcəkdə fotoqrafiya texnologiyası insan yaradıcılığını əvəz edə bilərmi? Məsələn, rəssamların çəkdiyi şəkilləri. 90%. Yenə dedim, o 10% o həmin şəklə və həmin rəsmə ruh qatmağındır. Fotoqrafiya sizin üçün həyəcan yoxsa sakitlik gətirir? Hər ikisini, hər ikisini. Yəni vəziyyətdən vəziyyətə Həm dəyişir. kadrdan asılıdır, vəziyyətdən asılıdır. Zaman keçdikcə foto daha çox dəyər qazanır yoxsa sadəcə xatırlanır? Məncə artıq sadəcə xatırlanır. Yəni gələcəkdə sərgilərdə şəkillərimi satacağam deyə bir fikriniz yoxdur. Əslində sərgi elə bir şeydir ki, bu arada bir proyekt var indi, sərgi ilə bağlıdır. Nəyə görə onu deyə bilmirəm, çünki təəssüf ki, bu tenderdir. İnşallah qalib gəlsəm bir sərgim olacaq, bir brend, iki brendlə kollaborasiya olacaq və məncə fotoqraf üçün bu çox intim bir momentdir, iminə sərgi. Arzu, yəni bir arzudur və intim momentdir. Nəyə görə? Sən burada öz illərdir yığdığın düşüncələri, praktikanı hamısını bir seriya şəklində canlandırmalısan. Və bunu məncə hər bir fotoqraf arzulayır. Xarici kinolarda görürük ki, sərgilərdə milyonlarla pul qazanır fotoqraflar. Pul yolması. Azərbaycanda maddi durum nə yerdədir fotoqrafiya sahəsində? Yəni şəklin satılmağı. Şəklin satılmağı, şəkil çəkməyiniz, video çəkməyiniz, toylara getməyiniz sizin üçün nə qədər sərfəlidir? Maddi durumdan yaxşıdır. Nə yalan deyim. Yenə də prosta bir moment var, elə bayaq oturanda bir fotoqraf haqqında oxudum. Adını deməyəcəm. Çox bir post idi Facebookda. Çox qınayırlar həmin adamı. Nədir? Bunun 600-700 min izləyicisi var deyə hamı, yəni bu sırf o izləyiciyə görə o qiyməti qoyur. Halbuki gördüyü iş o qiymətə layiq deyil. Belə deyim, elə fotoqraflar da var ki, misal üçün çox istedadlıdırlar, çox bacarıqlıdırlar. Bir dostum var, videoqraf. Həqiqətən də bu insanın potensialı çox böyükdür. Amma gəl ki, tənbəldir. Yəni sözüm ondadır ki, işdəsə dayanmadan misal üçün də aya rahat bu insan 6000, 7000, 8000 belə aylar ola bilər ki, 10000 qazana bilər. Amma üzərində işləmir, tənbəldir. Yəni fotoqrafiya sahəsində aylıq gəlir bu civarlardadır deyirsiniz. Məsələn, bir insan 12 il oxuyub həkim olur, aylıq 1000 manat maaş alır. Siz əlinizə fotoaparat alıb aylıq 10.000 və ondan daha çox pul qazana biləcəyinizi iddia edirsiniz. Bəli, çünki belə deyim, sən də 12 il oxuyub fotoqrafiyanı gedib hansısa da bir şirkətə, sırf bir şirkətə işləsən, bəli, sənə 1200-1500 maaş veriləcək və ondan artıq verilməyəcək. Əgər sən bütün şirkətin gördüyü işi özlərinə götürürsən, bir freelance kimi işləyirsənsə və daimi fərqli müştərilərin olursa, yəni mümkündür onu qazanmaq. Yenə də öz reklamın olmalıdır. Özün, yəni təsəvvür et ki, özün bir şirkətsən və o şirkəti idarə edirsən. Özünün reklamını aparmalısan, özünün imicin üzərində işləməlisən, postları eləməlisən, komanda yığmalısan, komanda rəhbəri eləməlisən. Yəni özün bir şirkət olursan. Və o şirkətin qazandığını özünə qazanır. Hər kəs bir şəkil çəkir. Siz də, mən də, digəri də. Amma sizin şəklinizi daha çox insan bəyənir. Halbuki bir el tərəzisi ilə hamımız eyni şəkil çəkmişik. Reklam dediyinizdə nəyi nəzərdə tutursunuz? Reklam dediyində indiki reallığa əsasən reklam o demək deyil ki, misal üçün getdin, 10 dənə şəkil çəkdin, onları paylaşdın və reklama qoydun. Reklam o deməkdir ki, sən göstərirsən ki, hansı mühitdəsən, kimlərlənsən, hardasan. Misal üçün son zamanlar bir 3 il əvvəl belə şey yox idi, amma indi hər fotoqrafın yanında, necə ki, hər blogerin yanında mobiloqraf olur. Və bu mobiloqraf sənin daimi çəkişlərini aparır, daimi reelslər paylaşırsan özünlə bağlı, kimlərlənsən, hardasan, ətrafında necə hər şey baş verir, onu göstərirsən. Və sonda insan bunları gördükdən sonra sənin işlərinə baxır. Bu əlbəttə ki, işlərin də daimi paylaşılmasıdır. Hal-hazırda bir çox insana motivasiya oldunuz. Dediyiniz rəqəmlər bir çox fotoqraf üçün və bir çox gənc üçün xəyallarından daha üstündür. Onlara bir məsləhətiniz olsa, son bir mesajınız olsa, nə deyərsiniz? Əslində son bir mesaj deyəndə, elə siz sualı verəndə mən niyəsə belə bir anlıq öz həyatımın hekayəsi gözümün qabağından keçdi. Tezislə deyərəm, bilmirəm bunu qat eləyəcək, yoxsa çox uzun olacaq, bacardığım qədər qısa deyəcəm. Əslində mən Rusiyada böyümüşəm. Rusiyada 9 il məktəb qurtarmışam və elə oldu ki, 10-11-ci sinif Azərbaycanda davam eləməyə məcbur oldum. Və Bakıda yox, Tovuzda, kənddə. Sadəcə az sektorda Azərbaycan dili bilməyə, bu dəqiqə intervyunu sərbəst Azərbaycan dili verə bilirəm. 11-ci sinifdə 10 il Azərbaycan dilimizi öyrəndim, ana dilimizi. 1 il ərzində hazırlığa getdim və hazırlıq pulumu da nənəm və babamın pensiyasından getdim. 1 il ərzində mən 500 bal
toplayıb universitetə qəbul oldum. Bizim vaxtımızda 700 maksimum idi. Və universitetdə oxuduğum müddətdə də çalışırdım ki, yenə də öz üzərimdə işləyim, dayanmadan motivasiyam var idi ki, yəni mən harda idim və 10 il sonra özümü harda görmək istəyirəm. Və ona görə də gecə-gündüz, hətta universitetdən sonra avtobusda 13 nömrəli avtobusda arxada telefonda Photoshopun dərsliklərinə baxa-baxa gəlirdim və yaxud hansısa bir fotoqrafın Kontaktidən, torrentdən yüklədiyim bir master klasslara baxırdım. Yəni o master klassı almağa büdcəm yox idi. Ona görə məcbur levi saytlarda axtarırdım. Və məsləhətim ola bilər ki, heç vaxt təslim olmayın. Həmişə özlərinizdə daim işləyin və lap alınmasa da babamın məsləhəti bir sözü var. Deyir bala, hər işin səmiti var. Əgər alınmırsa, 5 addım geri çəkil, bax gör, mən bu addımlarda harda səhvlik eləmişəm, təzədən başla. Alınmırsa, təzədən başla. Hansısa bir moment başlayacaq alınmağa.